1 stəkan mürəbbə şirəsindən pambıq kimi yumşaq və fərqli bir piroq reseptini sizə təqdim edirəm. İlk olaraq bir qaba 200 ml stəkanla 1 stəkan qatıq və üzərinə də 1 çay qaşığı soda əlavə edib qarışdırırıq. Daha sonra 1 stəkan mürəbbə şirəsi, yəni 200 ml və üzərinə də 1 paket vanil əlavə edib qarışdırmağa davam edirik. Ardından 2 ədəd yumurtanı da bura qatıb yaxşıca qarışdırırıq. Daha sonra 100 ml əridilmiş kərə yağını bura əlavə edirik. Kərə yağı piroqumuza həm dad, həm də xüsusi yumşaqlıq verəcək. İndi isə 2 stəkan yarım unu ələyərək hissə-hissə əlavə edib içində topaq qalmayacaq şəkildə qarışdırırıq. Görürsünüzmü, xəmirimizin necə gözəl qatılığı var. Hazırladığımız xəmiri yağlı kağız sərilmiş keks qəlbinə boşaldırıq və əvvəlcədən 180 dərəcəli isidilmiş sobada 40 dəqiqəyə bişiririk. Sobadan çıxan ətirli piroqumuzun üzərinə yenidən biraz mürəbbə şirəsi çəkib bolca kokos qırıntıları səpirik. Və budur, həm büdcəyə qənaət edən, həm də çay süfrənizə yaraşıq verəcək piroqumuz hazırdır. Yumşaqlığına isə söz ola bilməz. Əgər videomu bəyəndisə, bəyən düyməsinə basıb kanalıma da abunə olmağı unutmayın ki, gələcək dadlı reseptlərimdən xəbərdar olasınız. Hələlik.